o neft kontraktlarının imzalanmasını pozmaq üçün, maraqlı mərhələdir. onu pozmaq üçün Rusiya təzyiq göstərmişdi Ermənistana və dəstək vermişdi yenidən texnika ilə, tanklarla, hər şeylə, silah-sursatla. Yeltsin dövrü. Ermənilər hücuma keçsinlər, Tərtər Bərdə istiqamətində cəbhəni yarsınlar, Yevlax yoluna çıxsınlar. Yevlax yoluna da çıxmaq nə deməkdir? O deməkdir ki, Azərbaycan neftini dünya bazarına çıxartmaq üçün yeganə yol bağlanır. Gürcüstana gedən yol elə Yevlax yoludur. Onu kəsməklə faktiki olaraq neft kontraktlarının imzalanması artıq mümkün olmayacaqdır. Böyük neft şirkətləri, o cümlədən onların arxasında duran böyük liderlər, o cümlədən ABŞ prezidenti və s. hamısı səbirsizliklə gözləyirlər ki, bu döyüşlərin axırı nə olacaq? Əgər ermənilər həmin o nəzərdə tutulan Bakı-Tiflis magistralını kəssədilər, onda sentyabr ayında heç bir kontrakt imzalanmayacaqdır, heç bir əsrin kontraktı meydana gəlməyəcəkdir. Həmin aylarda mən yadımdadır, gərgin aylar idi. 2 aya yaxın şiddətli döyüşlər gedirdi. Ermənilər 4-5 dəfə hücuma keçmişdilər o ay yarımın ərzində. Elə məqamlar olurdu ki, ermənilər o istədiyi magistrala 700-800 metr qalmışdı artıq çatmağa. Bizim qoşunlarımız hər dəfə onları dayandırıb geri atırdılar, qoymurdular. Və nəhayət erməni ordusu o qədər itkilər verdi ki, özləri yalvardılar ki, gəlin atəşkəsə imza ataq. Və atəşkəs imza atılmaqla da eyni zamanda neft kontraktlarını imzalamaq üçün yol açıldı. Yaşıl işıq açıldı. Onda xarici şirkətlər gördülər ki, stabillikdir. Stabil, artıq atəşkəs var, müharibə dayanıb, yol da qalıb açıqdır. Nefti çıxartmaq üçün Gürcüstana yol da var. Onda artıq razılıq verdilər və o neft kontraktı, əsrin neft kontraktı imzalandı. Məsələn, belə vacib qələbələr Heydər Əliyevin o hakimiyyəti dövründə 10 ilin ərzində ona yaxın hər il bir böyük qələbəni biz qeyd edə bilərik.